Salam əziz tələbələr, mövzu təkrarının 9-cu günü ilə qarşınızdayım. Deməli, ilk sualdan vaxt itirmədən izahlarımıza başlayacağıq. Birinci sual şifrə sualdır. Oxşar 2023-cü ilin qəbulunda istifadə olunub. Dedik ki, bu tip suallarda nə edirik? Baxın, solda və sağdakı sözləri müvafiq olaraq nömrələyib aşağıdakı sözü almağa çalışırıq. Deməli, baxın, soldakı sözdəki birinci hərf budur. 2, 3, 4 bu qayda davam edir, elə deyil. Sağdakı sözdə də yenə birinci hərf budur. Biz çünki yazarkən soldan sağa yazırıq. Mən bu istiqamətdə yazıram. Birinci hərfim üdü, 2B, 3B, 4A bu qayda davam edir. Deməli, mənim birinci yerdə duran A hərfim nədən alınmış olacaq? Elə birinci yerdə duran hərflərdən alınmış olacaq. A ilə Üdən alınan hərf hansıdır? A hərfidir. Daha sonra Ş ilə B-dən alınan hərf hansıdır? D hərfidir. Eyni qayda qanunu ilə mən tətbiq edəcəm aşağı. Deməli, birinci baxıram ki, B hərfi ilə Ş hərfindən hansı hərf alınır? İndi burada onsuz da görünür əslində. Baxın, Ş hərfi buradaydı ikinci yerdə, B hərfi buradaydı ikinci yerdə. Bu hərflərdən alınan hərfi mən hara yazmışdım? İkinci yerə yazmışdım. Deməli, bu və Ş-dan alınan hərf D hərfidir. D hərfidir. İndi mən D-nı neçənci yerə yazacağım D hərfini? Birinci yerə yazacağım. Çünki burada hərflər birinci yerdə gəlib. D hərfi ilə başlamalıdır. B-ni və D-ni sildim. Qaldı iki variant. İki variant arasındakı fərq hardadır? İkincilər eynidir. Biraz yaxınlaşdıracağım. İkincilər eynidir. Üçüncülər fərqlidir. Birbaşa üçüncüyə baxıram. Üçüncü hərfim S-dir. Üçüncü hərfim burada Q-dür. Gəlin görə S-dən Q-dən alınan hərfim hansıdır? Diqqətlə baxmış olsaq, S buradadır, Q də buradadır. Neçənci yerdədirlər uşaqlar? 1, 2, 3, 4, 5-ci yerdədir. Yenə 1, 2, 3, 4, 5-ci yerdədir Q. 5-ci yerdə olan hərflərdən alınan hərfi hara yazmalıydım? 5-ci yerə yazmalıydım. 1, 2, 3, 4, 5. 5-ci yerdə duran hərfim N hərfidir. Deməli, S ilə Q-dən alınan hərfim N olduğu üçün, yenə S ilə Q-dən N alınacaq. Burada S və Q üçüncü yerdə olduğu üçün mən N hara yazacağım? Üçüncü yerə yazacağım. Deməli, birinci sualın doğru cavabı olur məhz C variantı. Daha sonra ikinci sualımız qatlanmış kağızın açılması ilə bağlıdır. Yazıb ki, kağızı açın və doğru cavabı seçin. Deməli, mənim qatlarımdan biri budur. Qatlarımdan daha sonra biri budur. Bir dənə də qatın, baxın, bu hissədə burada var. Bəs əsas qaydamız nə idi? Dedik ki, əsas təməl qayda var. 1. Sonuncu kəsik harda aparılıbsa, kağızın hansı hissəsində aparılıbsa, doğru cavab variantında həmin hissədə olan kəsik birəbir eyni vəziyyətdə qalmalıdır. Baxın, bu hissədə belə bir kəsiyim var. Bu kağızın yuxarı hissəsinə düşür. Onsuz da kağızın yuxarı hissəsinə kəsiklərin hamısı demək o ki, eynidir. Bununla nəsə silə bilmərəm. İndi mən nə edəcəm? Verilmiş qatlar boyunca simmetriyə baxacağım. Baxın, mənim qatlarımdan biri budur. Mən bu qat boyunca tam hara düşür, bura düşür. Kağızı açsam, burada olan üçbucaq simmetrik olaraq hara keçəcək? Keçəcək bu hissəyə. Yəni, burada bir dənə romb alınır sanki. Və bütün variantlarda romb var, burada bir problem yoxdur. Növbəti qatlarımdan biri məsələn hansıdır? Baxın, bu qatdır. Bu qat kağızın hansı hissəsinə düşüb? Düşüb bu hissəsinə. Gəlib cavab variantlarında həmin qatımı çəkirəm. Gəlin görək onun hansında simmetriya pozulub. Deməli, qatlarımı çəkirəm bir-bir variantlarda. Burada çəkdim. Daha sonra burada çəkdim. Variantlar arasındakı fərqlərlə də gedə bilərsiniz. Yenə bütün variantlarda çəkirəm. Və sonuncu variantda da deməli, qatımız hardaydı? Tam bu hissədəydi. Rahatlıqla mən artıq D variantını siləcəm. Nəyə görə D variantını siləcəm? Baxın, sanki siz güzgünün qabağında durmuşsunuz burada. Özünüzü görmürsünüz. Başqa yerdə görürsünüz özünüzü. Burada durmuşsunuz, özünüzü burada görməlisiniz, elə deyil. Eynən burada sanki güzgünün yaxınlığında belə bir fiqur durub, amma özünü orada yox, başqa yerdə görür. Deməli, bu simmetriya pozulub burada. D variantı yanlışdır. Qalan variantlar arasında birinci rahatlıqla silə biləcəyim variant hansıdır? B variantıdır. Nəyə görə? Baxın uşaqlar, mənim bu hissədə belə bir kəsiyim var əslində. Görürsünüz, normalda bura düz gəlirdi. Mənim bu qat boyunca simmetriyam olmalıdır eyni zamanda. Yəni, baxın, hansı hissədə simmetriya olmalıdır? Burada bir simmetriya olmalıydı. O zaman, baxın, bu hissəsi kəsib götürülüb. Həmin hissə simmetrik olaraq hara keçəcək? Baxın, burada bir düzbucaqlı üçbucaq yaratmış olsaydıq bu vəziyyətdə. Dedi ki, düzbucaqlı üçbucaq onun hipotenuzu boyunca açdıqda ondan nə alınır? Kvadrat alınır. Deməli, mənim bu hissədə olan bu kəsiyim keçməlidir kağızın bu hissəsinə. Sol tərəfdə, yəni burada alınan kəsik kağızın sol tərəfində bura keçmiş olacaqdı. Amma B variantda bura hər hansı bir kəsik keçməyib. Deməli, B variantında olur, yanlış olmuş olur. Daha sonra keçirik digər variantlara. Məsələn, nə qaldı? A variantı və C variantı qaldı. Arasındakı fərqə baxın. A variantının burada ayaq hissəsində belə bir kəsik hissə var, amma C-də düz verilib. Gəlin görə orada kəsik olmalıdır mı? Diqqətlə baxsaq, bəli, orada kəsik olmalıdır. Çünki bizim onsuz da burada sol tərəfdə belə bir kəsiyimiz var, elə deyil. Mən bu qat boyunca, bu ortadakı qırmızı xətti görürsünüz. Bu qat boyunca bunu açdıqda bu kəsik hara düşəcək? Gəlib bura düşəcək.
Diagonal formada güzgü əksinə dedik ki, diagonalın bir ucunda durub güzgüyə baxırıq. Sol tərəfdə mənə nə baxırsa, sağ tərəfdə də mənə o baxmalıdır. Amma burada baxın, sanki mən burada durub baxıram diagonala, sol tərəfdə mənə belə bir üçbucaq baxır, amma sağ tərəfdə mənə o baxmır. Deməli, C variantı yanlışdır. Doğru cavab ikinci sualda A variantı olmuş olur. Keçirəm üçüncü suala. Şəkil cədvəllərlə bağlı bir sual tipidir. Baxın, sanki belə bir fiqurdur. Bu ikinci hissəsini görürsünüz, 90 dərəcəli olan hissəni. Bu hara baxır? Sol yuxarı. Burada hara baxır? Sağ yuxarı. Deməli, sol yuxarı baxan şəklim növbəti şəkildə sağ yuxarı baxıbsa, deməli, saat əqrəbi istiqamətdə 90 dərəcə hərəkət edib. Sağ yuxarı baxan burada hara baxıb? Sağ aşağı baxıb. Deməli, saat əqrəbi istiqamətdə 90 hərəkətdir. İndi baxın, bu sağ aşağı baxır bu 90 dərəcəm. Burada baxır sol aşağı. Yenə 90 dərəcə hərəkət edib. Sol aşağı baxan oxu saat əqrəbi istiqamətdə 90 dərəcə aşırsam hara baxacaq? Sol yuxarı baxacaq. Deməli, bu fiqur olmalıdır sol yuxarıda, baxın bu hissədə. Yəni 90 dərəcəli hissəm sol yuxarı düşməlidir. Belə bir vəziyyət alınmalıdır. O zaman mən artıq buradan rahatlıqla B-ni silirəm. Çünki B-də onun tərsi alınıb sanki. Qalır digər variantlar. İndi içərisindəki rənglərə baxaq. Rəngləri təyin etməyə çalışaq. Məsələn, baxın bu ağ fiqur. Mən bunu fırladıramsa, bu fiqur əslində hara gəlib düşmüş olur? Bura düşür, elə deyil. Saat əqrəbi istiqamətdə fırladıramsa, sağa baxan hara baxacaq indi? Aşağı baxacaq. Amma baxıram ki, burada ağım sağa baxırdı, burada yuxarı baxır. İndi buna rəng olaraq baxıram. Biraz çətin idi bu nüansı. Rəng olaraq baxıram, fiqur olaraq yox. Baxın, bu rəng keçib bura. Burada sağa baxırdı, burada yuxarı baxır. Deməli, sağa baxan oxumuz növbəti şəkildə yuxarı baxıbsa, deyəcək ki, saatın əksinə 90 dərəcə hərəkətdir. İndi eyni qayda qanunluq gəlin sonuncu hissəyə tətbiq edək. Məsələn, baxın mənim bu fiquruma. Bu fiqur hardadır? Saat əqrəbi istiqamətdə 90 aşırtdım, gəldim bura. Amma dedik ki, rəng hissəsi əksinə hərəkət edəcək. Baxın, bu sola baxırdı. Həmin hissə burada hara baxır bu hissəm? Aşağı baxır. Sola baxan aşağı baxdısa saatın əksinə 90-dır. İndi saatın əksinə 90-dır. Bir də hərəkət etsə hara baxmalıdır? Sağa doğru baxmalıdır. İndi məndə bu fiqur necə olacaq? Baxın, bu fiqurun bütövlükdə saat əqrəbi istiqamətində hərəkət edir. Deməli, bu fiqur gəlib düşür bura. Amma mənim bu ağ hissəm hara baxacaq? İndi baxacaq sağa doğru. Çünki aşağı baxan oxum növbəti istiqamətdə sağa baxmış olurdu. Sağa baxmayan variantı silirəm, D getdi. Qalır A variantı və C variantı. Variantlar arasındakı fərqə baxanda A-da burada ağ hissəni görürəm. Dedik ki, burada C-də boz hissəni görürük. Baxın, məndə hər sətirdə bir dənə cəmi bütöv ağ fiqur var idi. Burada bir dənə idi. Daha sonra burada 2 dənə idi. Deməli, burada neçədən olacaq? 1 dənə olacaq. Bu şəkildə də yanaşa bilərdik. Və ya baxın, sütun olaraq baxsaq bu hissəyə 1-dir. Burada 2-dir. Burada neçədən olacaq? Yenə 1 dənə olacaq. Yəni, bu sütunda 1 dənə ağ olmalı idi bütöv şəkildə. O da artıq burada istifadə olunub. İstifadə olunubsa artıq ağdan istifadə etməyəcəkdi. Mən A-nı silən kimi doğru cavab kimi məhz C variantı qalmış olurdu. Daha sonra baxırıq nəyə? Dördüncü sualımız şifrələr mövzusu ilə bağlı bir sual tipidir. Bu tip suallarda ipucu axtara bilsəz lap yaxşı olacaq. İpucu ilə işləmək daha rahat olur çünki. Məsələn, baxın 71 ilə başlamışam. Biraz qələmimi kiçildim. Qələm deyəsən çox böyükdür. Bu sizin narahat edə bilər. Biraz kiçildirəm. Baxın 71 əvvəldə verilib, belə deyil. Burada 71 hardadır? Məsələn, 3-cü hissədə. Bir addım sağdadır. Doğru cavab variantında eyni ardıcıllıq olmalıdır. Məsələn, burada SP gəlibsə, SP burada bir addım sağda burada verilməlidir. Burada PS gəlibsə, burada PS bir addım sağda olmalıydı, amma baxdım ki, bir addım sağda PS deyil. Deməli, B variantı yanlışdır. Baxın, burada PS gəlib, bir addım sağda PS olmalıydı, amma SM gəlib, yanlışdır. Burada SP gəlib, baxın, bir addım sağda SP olmalıdır, həqiqətən SP gəlib. Deməli, D variantı və A variantı qaldı əlimdə. Başqa hansı ipucunu görmək olardı? Məsələn, burada tam mərkəzdə 0,2 var. Burada tam biraz sağ tərəfdə 0,2 var. Bir addım sağda. Gəlib tam mərkəzə baxıram. Burada T7. Bir addım sağda burada baxın T7 doğrudur. Burada mərkəzə T7. İndi burada mərkəzi bir addım sağda TY olmalıdır. Amma baxın TU'dur. Məsələn, burada 0,2 ayrılmayıb. 0,2 ayrılmayıb. Burada TY ayrılmayıbsa burada da ayrılmamalıydı. Amma aralarına U hərfi girib. Deməli, D variantda silən kimi A variant doğru cavab kimi qalmış olur. Keçirəm 5-ci suala. Deməli, saya bildiyimiz nə varsa dedik ki, saymalıyıq. Burada tərəflərin sayı ilə işləmiş olacaqdıq. Baxın, sətir-sətir baxsam, 4 tərəf bunda, 3 bunda, 0 dairədə, 4 rombda. Toplayanda neçə alın uşaqlar? 11. Yenə sətir-sətir baxsam, 3 burada, 0 burada, 4 burada. Toplasam alınır 7.
0 burada, 4 burada. Toplasam alınır 4. 11, 7, 4 alınır, elə deyil. Deməli 4 ilə 7-nin cəmi 11. Bu şəkildə düşünmək olardı. Deməli bu ikisinin cəmindən neçəni verməlidir mənə? 7-ni verməlidir. Burada nə alınacaq? 3 tərəf olan fiqur alınacaq. O da hardadır? A variantındadır. Deməli burada dairənin içində 3 bucaq olmalıdır ki, mən bu 3 ilə 7-ni 4-ü toplayım, 7 alım. 4 ilə 7-ni toplayım, nə alım burada? 11 almış olum. Deməli daha sonra sadəcə burada bir dənə problem oradadır ki, biz bu qayda-qanunu sübut edə bilirdikmi başqa cür? Gəlin sütun olaraq da baxaq. Çünki biz bunu sübut etmədik. Birbaşa qayda-qanunluq seçdik burada. Sübut edə biləcəyimiz başqa bir qayda-qanunluq varmı? Məsələn, nə görmək olardı uşaqlar? Başqa bir qayda-qanunluq var amma və onu sübut edə bilirik. Böyük ehtimal burada variant alınmayacaq. Biraz diqqətli olmalıyıq. Məsələn, baxın mən 3 dənəliklərə bir baxıram. Bu 4 dənə deyildir burada. 1, 2, 3, 4 dənə fiqur var. Burada 3 dənə fiqur var. Burada 2 dənə, burada 1 dənə fiqur olmalıdır. İndi birinci məsələn bu 3 dənəliyə baxıram. 3 bucaq var, dairə var, 4 tərəfli fiqur var. Daha sonra baxın burada 3 tərəfdir, 2 dənədir və 4 dənədir. Deməli nə olacaq? 3 isə 4, 4-ə 2, 2-yə bir-birə uyğun gəlmiş olacaq avtomatik. Baxın mənim bu 3-ümlə, burada 3 dənə olan fiqurumla mərkəzdə olan 3 dənə fiqurum əslində eyni fiqurlardır. Məsələn, mənim burada olan 2 dənə fiqurumla burada olan 2 dənə fiqurum eyni fiqurdur. Deməli, mənim burada olan 1 dənə fiqurumla burada olan 1 dənə fiqurum nə olacaq əslində? Eyni fiqurlar olacaq. O zaman A variantı yox, B variantı doğru cavabdır. Birinci cavab nəyə görə doğru olmadı? Çünki biz o qayda-qanunluğu sübut edə bilmədik. Bəli, belə bir qayda-qanunluqla cavab alınırdı. Amma biz onu sübut edə bilmədik axı. Tapdığınız qayda-qanunluq analogiyanı sübut etməlisiniz mütləq şəkildə. Deməli, əslində A variantı yox, burada doğru cavab olacaq B. Nə qədər diqqətli olsaq imtahanda bir o qədər uğurlu olacaq, yoxsa boş-boş o tipli səhvlərimiz çox olacaq. Deməli, 6 nömrəli sual bənzərlərini işləmişik daha öncə. Nömrəliyirəm 1, 2, 3, 4 və 5. 1 nömrəli fiqur burada, 3 nömrə burada, 4 burada, 2 burada, 5 burada. Eyni qayda olmalıdır. Nömrəliyirəm 1, 2, 3, 4, 5. 1 məndə hardadır? Sağ yuxarı küncdədir. Bu fiqur sağ yuxarı küncdə olmalıdır. A yanlışdır. Digərlər düzdür. 2 nömrəli fiqur məndə hardadır? Tam mərkəzdədir. Deyil. Deməli, bu 2 nömrə tam mərkəzdə olmalıdır. C yanlışdır. Daha sonra B yanlışdır. Doğru cavab nə oldu avtomatik? D variantı olmuş oldu. Növbəti 7 nömrəli suala baxırıq. Şəkil analizi ilə bağlıdır. Deməli, baxın, bu 2 dənə fiqur birləşib nə əmələ gətirir? Bunu əmələ gətirir. Mən hansı xətlərin əski olduğunu tapmağa çalışacağım sadəcə. Mürəkkəb deyil. Baxın, deməli, məndə burada belə bir xətt olmalıdır ki, o xətt burada verilib, belə deyil. Daha sonra, mərkəzdə bütöv xətt verilib, deməli, bu hissəsi əskikdir. Mərkəzdən belə bir xəttim keçib, deməli, bu hissəsi əskikdir. Daha sonra, buradan aşağı bir xəttim düşüb, deməli, bu hissəsi əskikdir. Bu aşağı xətt bütöv idi, deməli, bura belə bir xətt çəkməliyəm. Daha sonra, baxın, burada 2 dənə belə diaqonal var. Bu diaqonalları çəkməliyəm. Baxın, indi birə-bir eyni şəkil aldıq. Deməli, əski olan xətlərin hansılardır? Cavab variantına gəlib diqqətlə baxsaq. Baxın, məndə məsələn D variantı eyni deyil. Çünki məndə D variantı bu bütöv verilib. Amma bütöv verilməli deyildi. Ancaq bu ayaq hissəsi verilməli idi. D yanlışdır. Daha sonra məndə baxın, B yanlışdır. Burada nöqtəm yoxdur. Burada ama nöqtə var idi. Deyil bizdə. Bu nöqtə verilməmişdi. Verilmişdi mi ya? Əslində verilməli, burada verilib nöqtə. Yəni verilməyinə ehtiyac yoxdur. B-ni silmirəm, C-ni silirəm hələ ki. Çünki buradakı nöqtə məsələsi burada verilib artıq bu nöqtə. Verilməməli idi əslində, verilibsə. Qalır A və B variantları. Arasındakı fərqə baxın. Məsələn, bunun ayaq hissəsi var, bunun yoxdur. Amma baxın, burada olmalıdır, elə deyil. Deməli, A silinir. Nə qalır burada? B variantı doğru cavab kimi qalmış olur. Bu xəttimizi də bura çəkirik. Həqiqətən görürük ki, bizim qırmızı ilə çəkdiyimiz fiqurla bu fiqur birə-bir eyni fiqurdur. 8-ci sualımız analogiyadır. Pətək harda olur uşaqlar? Daha doğrusu bal harda olur? Pətəyin içində. Mum balın içində olmur. Arı gülün içində olmur. Yəni bal əsasən nəyin içində hazırlanır sanki? Pətəyin içində hazırlanır. Arı gülün içində hazırlanmır axı. Gecə günəşin içində hazırlanmır, mənasızdır. Axşam səhərin içində hazırlanmır, mənasızdır. Amma avtomobil harda hazırlanır? Zavodun içərisində hazırlanır. Cavab olur Y variantı. Növbəti baxırıq 9 nömrəli suala. Deyir ki, verilmiş hərflər bir-birinə fərqli rəqəmlərdir. Aşağıdakılardan hansının doğru olma ehtimalı daha azdır? Bundan öncə işləmişdik bu tipli bir sualı. Yenə eyni qayda ilə işləməyə çalışacağıq. Baxın, dedik ki, KLK 3 dənə hərfi toplamışam. Bu hərflərdən hər hansı biri olduğu kimi aşağı düşübsə, digər ikisinin cəmi 10'dur. Tutaq ki, bu K düşüb aşağı. Geri qalan L və K'nın cəmi hər zaman neçə olacaq? 10 olacaq.
Amma bu sonuncu sütunda olarsa keçərlidir. Əvvəllərdə olarsa keçərli olmur. Növbəti ipucum burada i hərfidir. İ'nin qiyməti 3 ola bilməz. Gərək bunların hamısı 9 olsa belə ola bilməzlər istənilən halda. Çünki eyni qiymət almayacaqlar müxtəlif hərflər. Olsa belə 27 alınır. Yəni əvvəldən 3 yadda qalmayacaq, 30'a çevrilsin bu. Deməli bu ya 1'dir ya da ki 2'dir. İndi 1 də ola bilər, 2 də ola bilər. Gəlin yoxlayaq. Elə 2 olacaq. Keçən fərqli sualda da əslində belə deyildi. Çünki 1 olsaydı, baxın mən bunu toplayanda 10 neçə salınır deyə burada 1 yadda qalır axı. 3 dənə əni toplamışam. Üstə yadda qalan 1'i gəlmişəm. Tutaq ki 11 almışam. Buradan ənin qiyməti konkret alınmır. Və 21 almışam. Yenə ənin qiyməti konkret alınmır. Deməli i'nin qiyməti 1 yox 2'dir. İndi 2 i hərfi 2 olsa 3 dənə əni toplamışam. Baxın buradan yaddan qalan 1'im var. Yadda qalan 1'i gəlmişəm. Nə alınıb burada? Ya 12 ya 22. 12 olmaz. 12'dən 1 çıxanda 11 qalır. 3'ə bölünmür. 22 olsa ödəyir. 3'ə bərabər olur. 22'dən 1 çıxanda 21'ə. Bərabər olur 7'yə. Deməli ənin qiyməti oldu 7. Səhv xatırlamamsa eyni birə-bir eyni sual sadəcə hərfləri dəyişdirib burada. Daha sonra baxın burada el və t'ni toplayıb t almışam. Amma baxın 22 alındı, 2 yazdım, 2 yadda qaldı. Burada yadda 2'm var. Bunu yadda saxlayıram. Deməli baxın dedik ki sonuncu sütunda olsaydı, t aşağı düşsəydik deyərdik 2 dənə elin cəmi neçədir? 10'dur. Əslində burada 2 dənə elin cəmi neçə olacaq uşaqlar? 9 olur. 2 dənə elin cəmi 18 olacaq. Nəyə görə? Ellərin cəmi olacaq 18. Əvvəldə yadda qalan 2. Bu bizə verəcək 20'ni. 20'nin üstə məsələn 4 gələcək, düşəcək olacaq bu 24. 5 gələcək olacaq 25. Bu qaydada. Deməli el plus l olacaq neçə? 18. Buradan 2 yadda qalmışdı. Bu çevirdi bunu oldu 20. Amma normalda el plus l neçə idi? 18 idi. Deməli el buradan bərabərdir 9'a. El 9 isə K1'dir. K1'dir, el 9'dur. Bu şəkildə yazdıq. İndi el 9'dur. T'ni axtarıram. T'nin ala biləcək qiymətlərə baxacağım indi. Deməli t ala bilməz 1'i. 1'i istifadə etmişəm. Ala bilməz 2'ni 2'ni istifadə etmişəm. 3 alar, 4 alar, 5 alar, 6 alar və 8 alar. 5 dənə ala biləcək qiymət var. Aşağıdakılardan hansının doğru olma ehtimalı daha azdır? T eldən kiçikdir. T'nin qiyməti bunlardan biridir. El məndə 9'dur. İstənilən halda t eldən kiçikdir. Bunun ehtimalı 1'dir. Dünənki sınaqda demişdim. Ehtimal 0 və 1 arasında qiymət alır. Bunu mütləq yadda saxlayın. 0'dan kiçik 1'dən böyük qiymət ala bilməz. T 5'dən böyükdür. T'nin 5'dən böyük olduğu hal 2 dənədir. Hər hansı bir hadisənin ehtimalını hesablayarkən kəsr xətti çəkirdim. Məxrəcə yazırdım. Ümumi halların sayı. Sürətə yazırdım. Mümkün halların sayı. Ümumi hallarımız neçədir? T'nin ala biləcəyi bütün qiymətlərdir. T 5 dənə qiymət ala bilər. Burada yazıram 5'i. Mümkün hallarım neçədir? 5'dən böyük olduğu 2 dənə hal var. 5'də 2'dir. Deməli bu bizə verir 0.4'ü. Bu oldu 0.4. T'dən böyükdür yazılıb. İndi gəlin bu hala baxaq. Bizdə 7'dir. T nədən böyük olduğu hal hansıdır? Bir dənə 8 halıdır. Deməli 5'dən bir dənəsində belədir. Yəni 0.2'sində belədir. T tək ədəddir. 1, 2, 2 dənə halda T tək ədəddir. 5'də 2'si nə oldu yenə? Yəni 0.4'ü burada oldu. T K'dan böyükdür. K 1'dir. İstənilən halda T K'dan nədir? Böyükdür. Bu da mütləq doğrudursa ehtimal nədir? 1'dir. Ən kiçik ehtimal burada hansında oldu? Y variantında olmuş oldu. 0.2 ehtimalla. Deməli Y variantı doğru cavabı olmuş olacaq. 10 nömrəli suala keçirəm. Deməli burada nə etmiş ola bilərəm? Deməli uşaqlar 2 dənə fərqli operator var. Bir bu işarədir, bir də buradakı bu işarədir. Ayrı-ayrı operatorlardır. Buna diqqət verməliyik. Deməli bu operator əslində nə edir? Çox da üstə qalmayacağım, sürətli deyəcəm. Bu operator burada 2 ilə 6'ını toplayır alır 8'i. 1 ilə 3'ünü toplayır alır 4'ü. 8'i 4'e bölüb neçə alır? 2 alır. Yenə eyni qayda 4 ilə 8'i toplayacaq alacaq 12. 5 ilə 7'ni toplayacaq alacaq 12. 12'ni 12'ye bölüdən neçə alacaq? 1 alacaq. Bu getdi. Artıq bu işarənin gördüyü qayda qanunu bilirəm. Birinci ilə sonuncunu toplayır. Sonra ortadakini toplayır. Sonra onları bir-birinə bölüb bərabərliyin sağına yazmış olur. İndi bəs bu işarə nə edir? Deməli 128 nə deməkdir uşaqlar arasında? 2 üstü 7 deməkdir, elə deyil. Deməli bu 7 2'nin qüvvətidir. Ondan da 128 alınır. Gəlin tətbiq edək görək doğrudurmu? Birinci bu işarə gəlib. Birinci baxdığım 12 ilə 8'i topladım 20. 20'ni bölünən 1 ilə 3'ün cəmləyən 4'ə. Bu bizə verir 5'i. Deməli indi nə olacaq uşaqlar? Burada nə alındı? 5 alındı. 5'ə də nə tətbiq edəcəm? Bunu tətbiq etmişəm artıq. Bunu tətbiq edəcəm. Deməli neçə üstü? 2'nin üstü 5'i sən verəcək həqiqətən. 32'ni verəcək. Deməli tamamilə doğrudur. Eyni şey yoxlayıram burada. 14 ilə 10 cəmi 24 bölünsün.
1 ilə 5-in cəmi 6. 24-ü 6-ya bölündə alıram 4-ü. İndi mən burada nə edirəm? 5 almışdım, elə deyil. Baxdım nəyə? 2 üstü 5-ə. İndi buradan 4 aldımsa nəyə baxacam? 2 üstü 4-ə. Bu da mənə neçəni verəcək? 16-nı vermiş olacaq. Cavab olacaq 10 sualda məhz C variantı. 11 tipli suallarda ya sağa təqrəbi istiqamətdə artan azalan bir ardıcıllıq alacağıq, ya da qarşı-qarşıya baxmış olacağıq. Baxıram ki, burada bir ardıcıllıq yoxdur. Deməli, qarşı-qarşıya baxmağım və ya bənzər başqa bir qayda qanun tətbiq etməyəm daha rahat olmuş olacaq. Biraz çətin bir qayda qanunuqdur bu sualdakı. Baxın, diqqətlə nə edir? Əslində o qədər də çətin deyil. Diqqətli olsaq görmək olardı. Məsələn, baxın, mən buradan başlayıram tutaq ki, bu istiqamətdə. 3-dən 1-in cəmini buraya yazıram 4. 3-dən 1 çıxıram 2 alıram, buraya yazıram 2. Eyni qaydada 6 ilə 3. 6-dan 3 çıxıram, buraya yazıram 3. 6-dan üstü 3 gəlirəm, buraya yazıram 9. 3-dən 2 cəmi 5. 3-dən 2 fərqi 1. İndi buradakı ədədin rəqəmləri fərqi və rəqəmləri cəmi mənə bunu vermiş olacaqdı. Deməli, burada neçə olacaq uşaqlar? 62 olacaq ki, C variantı. 6 ilə 2-in cəmi 8-i versin. 6 ilə 2-in fərqi neçəni versin? 4-ü versin. Deməli, doğru cavabımız C variantı 62 olacaq. 12-ci sualımız analogiyadır. Baxın, tələbələr birləşib nə əmələ gətirir? Qrup əmələ gətirir. Kitabxanalar birləşib kitab əmələ gətirmir. Kələmlər birləşib tərəvəz əmələ gətirmir. Briqadalar birləşib fəhlə əmələ gətirmir. Fəhlilər birləşib briqada əmələ gətirərdi. Bu yanlışdır. Ardıcıl deyil. Əskərlər birləşib nə əmələ gətirəcək? Tağım əmələ gətirmiş olacaq. Deməli, doğru cavabımız olur. Əskər tağım cavabı. Siniflər birləşib şagird əmələ gətirmir. Y variantı yanlışdır. Ardıcıllıq pozulmamalıdır spiralda. Oxu buradan soldan sağa çəkmişsinizsə, burada da soldan sağa çəkməlisiniz, nə olur olsun. 13 nömrəli sual, mətnin məntiq təhlilidir. Yazıb ki, tələbələrə 1-dən 9-a qədər nömrələnmiş 9 imtahan bileti təqdim olundu. 2 oğlan və 3 qız tələbənin, deməli 2 dənə oğlan tələbə var, 3 dənə qız tələbə var. Tələbənin hər biri imtahan biletlərindən birini götürdü. 9 dənə biletdən 5 dənəsi götürülüb. İkisi oğlan, 3'ü qız. Məlum oldu ki, oğlanlar və yalnız bir qız cüt nömrəli bilet götürülüb. Deməli, 1 nömrə, 2 nömrə, 3, 4, 5, 6, 7, 8 və 9. Cütlər hansılardır? Cüt bulardır. 2'dir, 4'dür, 6'dır, 8'dir. Yazılıb ki, məlum oldu ki, oğlanlar, yəni 2 dənə oğlan və cəmi bir dənə qız cüt nömrə götürüb. Deməli, 2, 4, 6, 8-dən 3 dənəsini istifadə etmişəm. 1 oğlan və ya 2 oğlan daha doğrusu. 2 oğlan, 1 qız ancaq götürüb cütləri. Sonra yazıb ki, qızların götürdükləri biletlərin nömrələrinin cəmi oğlanların götürdükləri biletlərin nömrələrinin cəminə bərabərdir. Cüt nömrəli bilet götürən qızın biletin nömrəsini tapın. Deməli uşaqlar, gəlin elə ən aşağıda 2, 4, 6, 8 bütün yerlər yazılıb. O cüt nömrəli bileti götürə biləcək qız üçün. Gəlin elə oradan başlayaq, yoxlayaq. Deməli, mən qızlardan birini buraya yazsam, bu qız 7. 2 dənə oğlanı yerləşdirməliyim digər hissələrə. Bilirəm ki, neçə qız qalır əlimdə? 2 dənə qız qalır. O qızlar artıq cüt götürməyəcək, nə olursun tək götürəcək. İndi digər oğlanları, 2 dənə qalan oğlanı yerləşdirməyə çalışdım. Birinci ehtimalda tutaq ki, oğlanları yerləşdirirəm hara? Oğlanları yerləşdirirəm 4 ilə 6-ya. 2 dənə oğlanın cəmiyyəti oldu. 4 və 6, 10 oldu, elə deyil. Bu halda qızları mən artıq hara yaza bilərəm? Qızları mən yaza bilərəm 5-ə, 7-yə, 9-a, hamısını yaza bilərəm. Burada cəmlər bərabər olmayacaq. Amma görək başqa cəm bərabər halını yarada bilirikmi? Gəlin oğlanları 6 ilə 8-ə qoyaq. Nəyə görə oğlanları bura qoyaq? Çünki 2 dənə də oğlanlar biraz qiyməti böyük olsun ki, cəmləri bərabərləşdirə bilək. 6 plus 8 bizə neçəni verər? 14'ü verər. Qızlardan biri 2-dədir. Geri nə qaldı? 12'si qaldı 14 olması üçün. İkisi buradadır çünki. İndi 12'ni mən necə yarada bilərəm 2 dənə qızdan? 12'ni mən məsələn qızlardan birini buraya yazaram, birini buraya yazaram. Bu zaman nə olacaq? 5, 7 zəm 12, 2 də burada 14. Deməli mən qızlardan birini ikinci yerə qoya bilərəm. A-da ikinci yer ümumiyyətlə yazmamışam deyə A yanlışdır. C-də ikinci yer yazmamışam deyə C yanlışdır. Qaldı B, D və Y variantları. Daha sonra baxıram. Məsələn, ən kiçiyə qoyduq ödədi. Bəlkə görək ən böyük ödəyəcəkmi? Bu səfər qızlardan o cüt alanı qoyuram 8-ə. Oğlanlardan ikisini yerləşdirməliyəm. Axı oğlanların sayı az deyə qiymətləri nisbətən böyük olmalıdır ki, bərabərləşə bilsin ora. Oğlanları yazsam bura cəm olur 10. İndi qızlardan biri 8'dir. Geri 2 dənə qızım qalıb axı. Mən bu 2 dənə qıza elə qiymət tapmalıyam ki, onu aşmasın.
2 dənə qızın ikisinə yerləşdirməliyəm amma. Lap birini 1-ə, birini 2-yə yazsam belə, 2-yə onsuz da yaza bilmərəm ki, cütdür. 1-ə və 3-ə yazsam belə 4 alınır, 8 plus 4 12-ni verir bizə. Deməli 8-ci yerə mən qız yazsam, artıq heç bir aldı, cəmləri bərabər olmayacaq. Deməli qız 8-ci bileti almış ola bilməz. Yeni sildim. İndi baxırıq 6-ya. Tutaq ki, mən götürüb qızı, cüt alan qızı yazmışam 6-cı yerə. 2, 4 və 8 qaldı. 2 dənə oğlan sayı azdır deyə biraz böyük ədədlər verəcəm ki, cəmləri bərabərləşdirə bilim. 4, 8, 12. İndi qızların sayı bərabərdir. Daha doğrusu qızların nömrələrinin cəmi bərabərdir oğlanların nömrələrinin cəminə. Oğlanlar neçədir? 12-dir. Qızlar da 12 olmalıdır. Qızın 6-sı buradadır. Geri qalır 6-sı. 2 dənədən mən nə yaratmalıyam? 6 cəm yaratmalıyam. Məsələn, qızın birini buraya yazaram, birini buraya yazaram. Cəm neçə olar? 6 olmuş olar. Deməli, həqiqətən mən 6 vəziyyətini yarada bilirəm. B-də yaratmamışam. Deməli, B yanlışdır. D variantı doğru olacaq. 2, 4, 6. Artıq 4-ü yoxlamağa ehtiyac yoxdur. Çünki onsuz da bir dənə variantımız qalmışdı. Daha sonra bir növbəti suala keçirik. Deməli, yazıb ki, neçə binanın həm şimala, həm də cənuba eyvanı var. Binadakı ümumi mənzillər 200 ədəddir. Eyvanlı binaların faizi budur, eyvansızlar budur. Mən deməli eyvanlılarla işləyirəm, elə deyil. Deməli, nə ilə işləyəcəm? 87.5 ilə işləyəcəm. 200 binanın 87.5 faizinin eyvanı var. Burada 100 ilə 200 yıxsa gedəndə nə qalacaq? 87.5 vurulsun 2. 2 ilə 5 10 0 yazacaq bir yadda. 16 bir də 2 dəfə 7 14 bir yadda 15 5 yazacaq bir yadda. 2 dəfə 8 16 bir də yadda 17. 175 alınır. Deməli, buradan aldım ki, 175 dənə binanın eyvanı var. Eyvanı olmayan neçə bina var? 25 var. Məndən nə istəyir? Cənub tərəfdəki eyvanların sayı. Cənub tərəfdə 130 eyvan var. Şimal tərəfdə 76 eyvan var və ya tərsinə. Şimalda 130-dur, cənubda 76-dır. Ümumi neçə eyvan etmiş olur? 130 plus 76. Bu bizə verir 6. 0 yazacaq bir yadda 2. 206 vermiş olur. Deməli, ümumilikdə 206 dənə eyvan verilib. Amma mən bilmirəm axı, hansı evlərin 2 dənə eyvanı var. Burada mənə demir ki, bütün eyvanların, bütün evlərin cəmi bir eyvanı var. Bunu demir mənə. Demirsə, deməli, hər hansı bir eyvanın həm şimala, həm də cənuba baxan eyvanı ola bilər. Məndən də eləməz nə istəyirdi? Onların sayını istəyirdi. Ortaqların sayını. Ortaqların sayını tapmaq üçün bütövdə nəyi çıxacam? Ortaq olmayanlar çıxmış olacam. Yəni 206 dənə bütövlükdə mənim eyvanım var idi. Buradakı ədədlərə uyğun olaraq 136 və 76-ya uyğun olaraq. Bu 136 və 76-dan 206 aldım. Amma normalda mənim eyvan sayım neçə dənə idi uşaqlar? Burada 175 almışdıq. Normalda isə əslində 175 eyvan var. Deməli, hansı ədədim 2 dəfə istifadə olunub? 6-dan 5 çıxanda 1, 9-dan 7 çıxanda 2, 2-dən 1 vahidini vermişəm. Oldu 21. Deməli, 21 dənə eyvanın həm şimala, həm də cənuba eyvan var deyə. Biz onu 1 hesablamışıq. 2 yox, daha doğrusu 21 yox, 31. Doğru hesablayaq. Burada nə etdik? 6-dan 5 çıxdıq, 10-dan da 7 çıxdıq. Bir vahid buradan verdik axı. 10-dan da 7 çıxdıq, 3 alındı. Deməli, 31 dənə binanın və evin həm şimala, həm də cənuba eyvanı var. 15 nömrəli sual. Verilmiş kəsik prizmanın müstəvi üzərində açılışı hansı cavab variantda düzgün göstərilmişdir? Deməli, nələrə diqqət yetirməliyik? Baxın, 1, 2, 3, 4, 5, 6 və bir daha sayalım. 1, 2, 3, 4, 5, 6. 6 dənə tərəf verilib. Və tam buradan bölsəm, görürsünüz necə simmetrikdir, sol və sağ. Deməli, tam mərkəzdən böləndə sol və sağ necə olmalıdır? Simmetrik olmalıdır. Məsələn, tam buradan mərkəzdən bölürəm. Bu isə dikdir, bu isə çökəkdir. Simmetrik deyil, seni sildim. Tam ortadan böləndə bu isə yenə dikdir, bu isə çökəkdir. A-nı sildim. Qalır məndə B və D variantları. İstənilən halda D variantı yanlışdır. Nəyə görə? Baxın, məndə normalda bu altı bucaqlı buradan sanki bir tərəfə əhatə edilir və ya burada olan bu tərəfim yuxarıdakı üzün bir üzündən bitişikdir. Cəmi bir üzünə. Deməli, mənim bu tərəfim ancaq buna bitişik olmalıydı. Baxın, buradakı fiqur ancaq buna bitişik olmalıydı. Və bu fiqurda bu hissədən ancaq ona bitişik olmalıdır. Amma mən burada baxıram ki, ikisini eyni anda birləşib bu hissə. Düz formada. Həm birinci, həm ikinciyə birləşib. Amma buradan bilirdim ki, mənim buradakı figurum bir dənə bu hissəyə birləşə bilər. Deməli, bu hissənin halda doğru deyil. Nə qaldı? B variantı doğru cavab kimi qalmış oldu. Amma bizim burada y'miz də var, uşaqlar. Y'yə heç baxmadıq. Burada hətta baxın, burada qayda-qanunluq pozulub. Diqqətli olmaq lazımdır. Diqqətli olmasaq, bu səhvlərimiz çox olacaq. Baxın, 1,
2, 3, 4, 5, 6. 6 üzüm var. İstənilən halda 6 üzüm olacaq yəni açılışda. 1, 2, 3, 4 dənə üz verilib burada mənə. 600 vardı ama burada mənə üz sayı az verilib. 1, 2, 3, 4 dənə üz verilib deyə. Nə olacaq bu? Yanlış olmuş olacaq əslində. S variantına baxmırıq bayaqdan. Baxın, həm buradan baxsan simmetriya var. Solun bu hissəsi ilə sağın bu hissəsi. Həm də diqqətlə baxın burada. 1, 2, 3, 4, 5 və bu hissə 6. 6 dənə tərəf var həmin fiqurun. Deməli, Y variantı doğruymuş əslində 15 nömrəli sualda. Keçirik 16 nömrəli suala. Anaqramdır. Deməli, A variantı santimetr yazılıb. Daha sonra B'de millimetr yazılıb. Düz yazaq. Millimetr. C'de kilometr yazılıb. Kilometr. B'de manometr yazılıb. Manometr. Y'de nanometr yazılıb. Nanometr. Analogiya mövzusunu keçəndə dedi ki, bu sözləri fərqləndirmək lazımdır. 2 dənə N hərfi varsa ölçü vahididir. 10 üstü mənfi 9 da ifadə olunur. 2 dənə M hərfi varsa bu cihazdır. Cihaz deyil, digər variantlar. Ölçü vahidləri deyə D variantı fərqli variant olmuş olacaq. 17 nömrəli suala baxırıq. Biraz fərqli bir qrafik sualdır. Mən baxıram ki, x ox budur. X oxu 0-dan 6-ya gələnə qədər. Yəni 6 vahid artanda x. Y nə edib? 13-dən 8-ə düşüb. 5 azalıb. Deməli, x-in 6 qiymətinə y-in neçə qiymət uyğundur? 5 qiymət uyğundur. Amma azalacaq sonunda. Məndən də x-in 42 qiymətini istəyir. 6-ya 5 uyğundursa 42-yə neçə uyğun olacaq? X uyğun olacaq. Buradan x bərabər olacaq. 42 vur 5 bölü 6-ya. İxtisar geçsə alınır 7 tərəfə 5, 35. Deməli, x-in qiyməti burada nə oldu? 35 olmuş oldu. İndi amma diqqətli olmalıyam. Cavabda 35 götürməyəcəm. Mən aşağı düşürəm, elə deyil. Deməli, azala-azala gedirəm. 35-in 13-ü buradadır. Amma nə qədər aşağıdadır? Bir hissəsi də aşağıdadır. Yəni 35-dən də mən 13-ü çıxacağım. Bu da mənə verəcək neçəni? 22-ni verəcək. Deməli, məndə nə oldu? Baxın, bütövdən bu hissəni, məlum olan hissəni çıxdım. Bu hissədə 22 alınmış oldu. Mənfi A variantı doğru cavab, daha doğrusu mənfi 22 A variantı doğru cavab olmuş olur. 18-də yazıb ki, fiqurlar bir-birindən və sıfırdan fərqlidir. Bu halda verilmiş fiqurların qiymətini tapın. Deməli, nəyə diqqət yetirdi uşaqlar? Mən 3 bucağı 7-yə vurub 29-larda bir ədəd almışam. Neçəyə vuraram ki 29-a yaxın bir ədəd alım? Elə 4-ə vuraram. 4 və 7 28. Eyni zamanda baxın 3 bucağı və ya 4-ü dairəyə vurub 3 bucağın özünü almışam. Bəs bunu necə alacağım? Burada da artıq deyəcəm ki, məndə nələr ola bilər? Mən neçəyə vurmuşdum bunu? 4-ə vurmuşdum. Yəni bu artıq 4-dürsə 4 dəfə 6 24 ola bilər. Ki eyni olsunlar artıq. Yəni bizdən də onu istəyirdi. 3 bucaq olacaq 4. Dairədə olacaq neçə? 6. Deməli doğru cavabımız oldu A variant. Yəni daha artıq dərinə getməyə ehtiyac yoxdur. Mən 4-ü 6-ya vuranda 24 alırdım. 4 yazacaq 2 yadda. Bu da 4-dürsə 4 dəfə 4 16 2 də yadda 18. 8 yazacaq 1 yadda. 4 dəfə 28 1 yadda 29. Həqiqətən ödədir. Deməli bizdə 3 bucaq 4-dür. Dairə də 6-dır. Cavab olur A variantı. 19 nömrəli suala baxacağam. Deməli baxın uşaqlar, birinci məlumatları qeyd edirəm. N plus P bərabərdir 2S plus 8-ə. N plus P bərabərdir 2S plus 8. Sonra P plus S bərabərdir N minus 10-a. P plus S bərabərdir N minus 10. Daha doğrusu plus 10. Sonunda N ilə S'in cəmi 3P plus 2-dir. N plus S bərabərdir 3P plus 2-yə. Bəs daha sonra nə etməliyik? Yadda saxlayın ki, mütləq şəkildə əgər verilmiş dəyişənlərin sayı çoxdursa və qarışıqdırsa, onları tərəf-tərəfə toplamağa və ya çıxmağa çalışın ki, burada daha sonra dəyişənlərin sayını azalda biləsiniz. Gəlin bir dəfə tərəf-tərəfə toplayaq, görək nə alınır. Tərəf-tərəfə toplanmış olsaq, 2 dənə N, 2 dənə P, 2 dənə S alınır sol tərəfdə. 2N plus 2P plus 2S bərabərdir. Sağ tərəfdə nə alınacaq? 2S 3P biraz bunu digər tərəfə çəkəcəm, yerləşməyəcək. Buradan gəlin biraz kənardan yazın uşaqlar. Topladıq, nə aldıq? 2N plus 2P plus 2S bərabərliyin sol tərəfi. Sağ tərəfi buranı toplasaq tərəf-tərəfə. 2S plus N plus 3P plus 8, 10 və 2 cəmini sən verəcək, 20 verəcək. İndi bu 2S-dən bu 2S getdi. 3P, 2P. N və 2N. Baxın 2N-dən N çıxanda nə qalır? N. 2P-dən 3P çıxanda nə qalır? Mənfi P. Yəni N çıxılsın P.
bərabər olur neçəyə? Buradakı 20-yə. N minus P bərabərdir 20. Verilən ifadəni sadələşdirdim. Bununla irəli getmək olarmı? Qiymət düşünmək olarmı? Əlbəttə olacaq, amma necə olacaq? Burada yenə N ilə P-nin vəziyyətini yaratmaqla mən bunu düşünə biləcəm. Bunu necə yarada bilərəm? Burada S-dən qurtularaq yarada bilərəm. Məsələn, bu ikisinin tərəf-tərəfə çıxmış olsam S-dən qurtulacam. Tərəf-tərəfə çıxsam S-lər getdi. Nə alınır? P minus N bərabər olur. N minus 3P, daha doğrusu N plus 10, bunu tam yazacaq. N plus 10. Ondan 2 çıxacaq, heç yazmağa ehtiyac yoxdur. N minus 3P. Ondan 2 çıxanda nə alınır? 8 plus 8 alınacaq. N plus 10-dan 3P plus 2-ni çıxırıq sanki. İndi mən burada sadələşdirəcəm bunu. 3P-ni atıram sol tərəf olur 4P. Mənfi oldu axı bura. Mənfidirsə müsbətə çevriləcək. N-i atıram sol tərəf olacaq mənfi 2N. Bərabərdir 8-ə. Hər iki tərəfi 2-yə bölsək nə alarıq? 2P minus N bərabərdir 4 alarıq. İndi mən buradan P-nin qiymətini axtarıram. Nə edəcəm? N-i P-lə əvəz edəcəm. N bərabərdir 20 minus P. Buradan bunu alıram. Gətirib burada yerinə yazıram. O zaman nə olacaq? 2P çıxılsın. N-in qiyməti, baxın, N-in buradakı qiymətinin yerinə gətirib bu qiymətini yazıram. 20 plus P bərabərdir neçəyə? 4-ə. Sadələşdirmiş olsaq, indi bu hissəni silirəm. 2P çıxılsın 20, çıxılsın P bərabərdir 4-ə. 2P'dən P çıxanda neçə alacaq biz? Elə P alacaq. 20-ni də savatana nə almış olacaq? 24 almış olacaq. 4 də burada da axı. 24 alınmış oldu. Deməli, P'nin qiyməti A variantı 24'dür. Biraz vaxt aparan olur bu tip suallar, amma dediyim kimi, hərflərin sayı çoxdursa, tərəf-tərəfə toplayıb çıxmaqla son nəticəyə cavabı almış olacaq. 20 nömrəli sualımız bir tərəzi sualıdır. Yazıb ki, fiqurlar bir-birindən fərqli 1-9 arası rəqəmlərə uyğundur. Verilmiş 4 fiqurun qiymətlərini artma ardıcılığına əsasən düzün və kodlara müvafiq olaraq əvəz edin. Deməli, 1-dən 9-a qədər rəqəmləri yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Hardan başlaya bilərəm? Dedik ki, hardakı eyni fiqurların sayı çoxdursa oradan başlamalıyıq. Amma burada var eyni fiqurların sayı çox olan. Yəni, o qədər də çox deyil. Burada da mənim üçün ipucudur. Burada da eyni olmasa da müxtəlif fiqurlar sayı olsa da sayı çoxdur və onlar yüngüldür. Deməli, bunların qiyməti çox da ağır olmayacaq. Məsələn, görək bura 2, 3, 4 olarmı? 2, 3, 4 olsa buradan nə alınır uşaqlar? 9 alınır. Mənim maksimal qiymətim 9-dur və bu sağ tərəf ağırdırsa, bura minimum 10 olmalıdır ki, 9-dan ağır olsun. Amma məndə axı 10 cavabı yoxdur. Deməli, heç bu 2, 3, 4 olmaz. Nə olar böyük ehtimal? 1, 2, 3 ola bilər məsələn. 1, 2, 3 olsa buradan 6 alınır. O zaman 6-dan 1 vahid böyük 7 götürə bilərəm bunu. Nəyə görə 1 vahid böyük götürərəm? 2, 3 vahid böyük götürməliyəm. Yəni 9, 8 götürməliyəm. Burada boz dairə ilə boz üçbucaq, qara üçbucaqdan daha yüngül olub. Deməli, o qədər də ağır deyil. Maksimal deyil. Maksimal böyük ehtimal bu fiqur olacaq. İndi mən burada buna 7 demişəm. Bu 9 olacaq böyük ehtimal. Və burada qiymətlərimi yerini dəyişirəm. Bu 1 olur. Burada 2-nin 3-ü buraya yazıram hələ ki. Çünki buna 1 demiş olsam burada həqiqətən 7 plus 1 mənə 8-i verər. 8 9-da yüngül olar. Bunlar dəqiqdir. Mən 1 dəqiq tapdım. 2-ni 3-ü tapmışam, amma yerlərini konkretləşdirəcəm. 7-ni 9-u tapmışam. Keçirəm bura. Mən deməli buradan nəyi müəyyən edə bilərəm? Qara dairə, qara kvadrat hələ ki qalıb deyə bunları saxlayıram. Keçirəm bu hissəyə. Bunlardan nə isə bilirəm. Hələ ki heç nəyi bilmirəm. Amma 2 dənəsinin cəmi 3-cünü verib. Məsələn, 5, 5 olmaz. 5, 5 olsa bura gərək 10 alınsın. 1, 2-cüsü də istifadə etmişəmsə nə qalır məlum məsələ? 4 qalır. 4 plus 4, 8. Bu oldu 8. 4-dən 8 də 7. Qaldı 5, 6. İndi mən baxın buna 6 verərəm. Buna 5 verərəm ki, sağ soldan ağır olsun, elə deyil. İndi 3 və 2-ni paylamalıyam. Mən əgər burada buna 3 desəm kvadrata, buna 2 desəm 8, 8 tarazı olurlar, amma sağ tərəf ağır olmalıdır. Çünki görürsünüz aşağı əyilib tərəzi. Deməli bunların yerini dəyişirəm. Buna 2 verirəm, buna 3 verirəm. O zaman məndə kvadrat 2 olur, dairə 3 olur. Bu ikisinin cəmi 9, bu ikisinin cəmi 7. Həqiqətən hamısını tapdıq. 9 7-dən ağırdır. İndi qara kvadrata 6 dedim. Qara dairəyə 5 dedim. Ağ üçbucağa 8 dedim. Boz dairəyə də 7 dedim. Mənə deyir ki, bunu artma sırasına müvafiq düz. Artma sırası olur belə 5, 6, 7 və 8 və kodları ilə əvəz edin. Məsələn, 5-in kodu nədir uşaqlar? Burada yanına yazır belə 2-dir. Yazdım 2. 6-nın kodu 1-dir. Yazdım 1.
7-nin kodu 4-dür, yazdım 4. 8-in kodu 3-dür, yazdım 3. Deməli mənim doğru cavabım baxın bu şəkildə olmalı idi. 2, 1, 4, 3 şəklində cavab kağızına belə kodlaşdıracaqsınız. Çox diqqətli olmalısınız bu nüansda. Çox hallarda tələbələr bu nüanslarda səhv edirlər. Deməli bu səfər 20 dənə sual atmışdım. Bu aralar biraz çox yorulmusunuz deyə biraz azaldacağım sürətimizi, yəni sual sayını ola bilsin biraz azaltdım. Daha sonradan ses imtahanlarınızı da verdikdən sonra vaxtınız olacaq deyə sual sayını yenə artırmış olacaq. Ümid edirəm sizə bu videolar və bu testlər çox faydalı olur. İmtahanda uğur əldə etməyinizi əmin olun ki, sizdən daha çox istəyirəm. Növbəti izah videolarında görüşənə qədər hələlik.